Su ilə dolu silindir formalı çənin radiusu 2 kök altında 3 cm olan oturacağı alfa müstəvisi üzərindədir. Çəni doğranı alfa müstəvisi ilə 60 dərəcəli bucaq əmələ gətirənədək əydikdə neçə litr su tökülər? Pini 3 qəbul edin deyilib və hündürlüyü 4-dən kiçik deyil. Baxın, tutaq ki, bu olsun bizim həmin o silindir formalı çənimiz. Əydikdə müəyyən miqdar su tökülür. Tutaq ki, bu da olsun həmin o su. Deməli, əydikdə də əmələ gələn səth budur. Tutaq ki, bu bucaq 60-dır. Bizdən soruşulur, neçə litr su tökülüb? Nə edirəm? Baxın, belə bir tökülən su. Fikir verin, onu rəngləməyə çalışacağım. Bu yaşıl iki hissə var. O yaşıl hissəni təşkil edən silindrin həcminin yarısı qədər su töküləcəkdir. Və belə bir paralel çəksəm oturacağa, bu bucaq da 60-dır. Çünki uyğun bucaqlardır. Radiusun bizə veribsə 2 kökdə 3, onda AB diametri olacaq. 4 kök altında 3. Bura bir K deyirəm. AK həmin o yaşıl silindrin hündürlük rolu oynayır ki, o da 30 dərəcəli bucaq qarşısında duracaqdır. 60-ın qarşısı 4 kökdə 3-dürsə, 30-un qarşısı 4-dür. Yəni, hündürlüyümüz 4-dür. Və də bərabərdir həmin silindrin, yəni tökülən su deyək də, tökülən su bərabərdir. Və həmin o yaşıl silindrin həcminin yarısı, yəni PR kvadratı H bölünsün 2. Pinin də yerinə 3 yazıram, radiusumuz 2 kök altında 3-dür, kvadrat 12-dir, hündürlük 4-dür, böl 2. 2 ilə 4 getsin, cavabımız 72-dir. C variantı.